Dəyərli izləyicilərimiz, təzə təmirdən sonra yaşayış olmayan bir mənzil təqdim edirəm sizlərə. Bura mənzilimizin qonaq otağıdır. Mənzilimiz yerləşir Yeni Yasamal, Əsəd Əhmədov küçəsi və Məhəmməd Xiyabanı küçələrinin kəsişməsində. Bura isə mənzilimizin giriş qapısıdır. Giriş qapısından sağda belə bir gözəl qardırob da yığılıb. Bura isə mənzilimizin hamam otağı və sanitar qovşağıdır. Yerlərimiz isti poldur. Mənzilimiz 17 mərtəbə binanın 8-ci mərtəbəsində yerləşir. 2 otaqdan 3 otağa birinci işıqla düzəldilib. Bura mənzilimizin birinci yataq otağıdır. Mənzilimizin ümumi sahəsi 90 kvadratdır. Kubsaldır, dövlət ipotekasına tam yararlıdır. Mənzilimizdə qaz, su, işıq təminatı daimidir. İstilik sistemi kombidir. Bura isə mənzilimizin mətbəx hissəsidir. Göründüyü kimi mətbəx mebeldə quraşdırılıb. Mətbəximizdən eyvana keçid etmək də mümkündür. Bura isə mənzilimizin ikinci yataq otağıdır. Mənzilimizin start qiyməti 205 min manatdır. Real alıcılara endirim olunacaq.